Çox rast gəldiyimiz məsələlərdən biri də budur ki, deyirlər, dində məcburiyyət yoxdur. İstədiyim hökmə əməl edərəm, istədiyimə əməl etmərəm. Bu nə dərəcədə düzgündür? Gəlin təhlil edək. Peşə və ya universitet seçmək şəxsin öz ixtiyarındadır. Lakin seçdiyi yerin qayda qanunlarını o təyin etmir. Gedib təhsil almağa başlayandan sonra filan dərsliyi oxumuram, filan qayda mənə uyğun deyil kimi məsələlər ortaya çıxarmır. Xoşlasa da, xoşlamasa da dərsini alır və sonda diplomunu əldə edir. Yəni bir diplom xatirinə xoşuna gəlməyən məsələlərə də dözür. İslamda da dində məcburiyyət yoxdur mövzusu müəyyən mənada bu kimidir. Qurani Kərimin Bəqərə surəsinin 256-cı ayəsində "Lə ikrahə fid-din" buyurulur. Bu o deməkdir ki, insan dini seçməkdə ixtiyar sahibidir. İstəsə Yəhudi, istəsə Xristian, istəsə də müsəlman olar. Lakin bir dini qəbul etdikdən sonra artıq onun qayda qanunlarını da icra etməlidir. Xoşuna gəlsə də, gəlməsə də. Allaha iman gətirib, Peyğəmbərə itaət edib, Qurana əməl etməlidir. Yenə Bəqərə surəsinin 216-cı ayəsində buyurulur ki, bəzən sevmədiyiniz şey sizin üçün xeyirli, sevdiyiniz şey isə sizin üçün ziyanlı ola bilər.